Əziz izləyicilər, Əsma-i Hüsna silsiləmizdə 5-ci uca ismə Əl-Quddus isminə nəzər salırıq. Əl-Quddus nə deməkdir? Bu, hər növ qüsurdan, çatışmazlıqdan, nöqsandan və pislikdən uzaq, tamamilə tərtəmiz, müqəddəs və pak deməkdir. Allahın Əl-Quddus olması, onun zatının və sifətlərinin bəşər təfəkkürünün çatışmazlıqlarından və təsəvvür edə biləcəyimiz bütün nöqsanlardan təmiz və müqəddəs olduğunu bildirir. O, mükəmməl və pakdır. Bu isim bizi mənəvi təmizliyə və paklığa səsləyir. Çünki uca yaradan Əl-Quddus olduğu üçün ona yaxınlaşmaq istəyənlər də özlərini həm fiziki, həm də mənəvi çirkinliklərdən təmizləməlidirlər. Bəs Ya Quddus zikri nə üçün və nə qədər çəkilməlidir? Ya Quddus zikri əsasən mənəvi təmizlik, qəlbin təmizlənməsi, pis fikirlərdən və haramlardan uzaq olmaq üçün çəkilir. Bu zikir qəlbin nuraniliyinə səbəb olur. Bu zikrin gücündən faydalanmaq üçün bəzi alimlər onu hər gün 170 dəfə və ya zöhr namazından sonra zikr etməyi tövsiyə edirlər ki, bu da qəlbi mənəvi çirkabdan təmizləyər. Gəlin, Ya Quddus deyərək Rəbbimizin paklığına sığınaq və ruhumuzu təmizləyək. Növbəti videoda başqa bir gözəl ismi öyrənəcəyik. Bizi izləməyi unutmayın.